Əziz qardaşlar, inşallah ki, bugünkü söhbətimizdə ölmüş olan insanlara Quran oxumaq olarmı sualına cavab axtarmağa çalışacağıq. Baxdığımız zaman bir qrup fikirlər səsləndirilir ki, bəs ölmüş olan insana Quran-ı Kərim oxunmaz, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu işə təşviq edəcək heç bir hədis şərifi yoxdur. Dolayısıyla Quran yalnız dirilər üçündür, onun ölüyə heç bir faydası toxunmaz deyə fikirlər vardır. İlk öncə onu qeyd edək ki, bu cür fikri mənimsəyən insanların sayı müsəlmanlar arasında az bir kəsimdir. Ümumilikdə götürdükdə sələf alimləri dediyimiz ilk dövr alimlərinin hardasa tamamına yaxını, günümüz dünya müsəlmanlarında demək olar ki, əksəriyyəti ölüyə Quranın oxunması barəsində ittifaq eləmişdilər. İnşallah ki, bunun dəlillərini də bu söhbətimizdə toxunmağa çalışacağıq. Gəlin, baxaq görək, həqiqətən də Peyğəmbər sallallahu aleyhi ve səlləmin ölüyə Quran oxunmasına dair heç bir hədisi yoxdur. Təbii ki də belə deyil, buna dair bir çox hədislər vardır. İnşallah söhbətimizin əvvəlində o hədislərə bir-bir toxunmağa çalışaq. Birinci hədis Beyhaqidə nəql olunan bir hədis şərifdir. Bunu Abdullah ibn Ömər radiyallahu anh, yəni Həzrət Ömərin oğlu rəvayət edir ki, deyir, Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Sizin içərinizdən birisi dünyasını dəyişərsə, onu saxlamayın, gözlətməyin. Tez bir zamanda dəfn edin. Yəni, onun dəfni xüsusunda tələsik davranın buyurmuşdu Peyğəmbərimiz. Bunun ardınca da belə bir ifadə səsləndirilir ki, ölmüş olan qəbri üzərində baş ucunda Fatihə surəsini, ayaq ucunda isə Bəqara surəsini oxuyun. Bu hədis şərif bu şəkildə keçməkdədir, əziz qardaşlar. Amma bu hədisə də bəzi etirazlar olmuşdu. Bu etirazlardan biri hansıdır? Bir etiraz budur ki, deyirlər ki, bu hədis şərif Peyğəmbər sallallahu aleyhi və səlləmin deyil, bunu Abdullah ibn Ömər radiyallahu anh öz ictihadı ilə, öz fətvası ilə demiş olduğu bir vəsiyyətidir, bir fikridir. Amma biz halbuki Abdullah ibn Ömər radiyallahu anhın həyatına baxdığımız zaman o yeməyi necə yeməyindən tutmuş, yolda necə, hansı şəkildə yürüyəcəyinə qədər, yəni həyatının hər anında Peyğəmbər sallallahu aleyhi və səlləm kimi davranmağa çalışan bir insan idi. Və burada da baxdığımız zaman görürük ki, həyatının tamamını Peyğəmbərin həyatına uyğunlaşdırmağa çalışan bir insan necə olar ki, bu cür önəmli məsələdə Peyğəmbərin bir məsləhəti olmadan, tövsiyəsi olmadan özündən bir görüş ortaya qoysun, bir fətva verir. Təbii ki, bu da baxdığımız zaman onun həyat prinsiplərinə uyğunluq təşkil etmir. Yəni, bu o deməkdir ki, bu nədir? Bu o deməkdir ki, bu Abdullah ibn Ömər radiyallahu anh Peyğəmbərimizdən birbaşa etdiyi bir rəvayət olmuşdur, əziz qardaşlar. Və bir digər hədis Yasər ibn Malik ibn Yasər radiyallahu anhdan gələn bir hədisdir. İqra'u Yasin alə məvtəkum. Yəni, ölülərinizə Yasin oxuyun hədis şərifi vardı eyni zamanda. Və bu hədis şərifə baxdığımız zaman da burada ona şahidlik edirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ölülərinizə Yasin oxuyun sözünü deməsi onu göstərir ki, yəni ölüyə Quran oxumasına dair bir dəlilimiz də burada budur. Yəni ölüyə Quran oxumaq burada olar deyə bu hədis şərifdən də bir nəticə çıxarmış oluruq. Və əziz qardaşlar, baxın, Əbu Davud hədis alimidir, çox böyük alimlərimizdən biridir. O deyir ki, bu hədis şərifdə ölülər qəsd olunmuşdur. Daha sonra Şafi alimlərindən bir çoxu burada onu qeyd edir. Və eyni zamanda İmam Şəfqani vardır və eyni zamanda da İbn Həcər rəhmətullahi aleyh o da qeyd edir ki, burada qəsd olunan nədir? Qəsd olunan ölülərə Quran oxuyundur. Amma bəzi alimlər də olmuşdur ki, onlar deyirlər ki, bu hədis şərifdən qəsd olunan ölülər deyil, ölmək üzərə olan insanlardır ki, Peyğəmbərimiz burada buyurur ki, ölmək üzərə olanlara Quran-ı Kərim oxuyun. Əziz qardaşlar, bəzən baxırsan ki, deyirlər, sən Quranı ölüyə niyə oxuyursan ki? Orada deyir, məsələn, namaz qıl, orada deyir, oruç tut, zəkat ver. Yəni, sən qəbirdə olan bir adama
bunu oxuduğun zaman o məzardan qalxıb namazmı qılacaq, oruçmu tutacaq, zəkatmı verəcək? Amma bu məsələnin mahiyyəti bu yöndə deyildir. Bunun başqa bir tərəfi vardır. O da nədən ibarətdir? O da baxdığımız zaman biz Qurani-Kərimi oxuyuruq. Quran oxuduğumuz zaman da oradan bir savab hasil olur. Yəni Qurani-Kərim oxunduğu zaman ibadət edilən bir kitabdır. Yəni Qurandan bir savab hasil olur. Biz Quranı bilavasitə ölüyə oxumuruq. Quranı Allah rızası üçün oxuyuruq. Ondan hasil olan savabı isə ölünün ruhuna biz burada göndərmiş oluruq. Məsələn, bəzi qardaşlar deyirlər ki, Quranı ölüyə oxuyursan, axı ölü qalxıb məzardan namaz qılmayacaqdır. Burada hədisdə qəsd olunan deyir, ölü deyil, ölmək üzərə olanlardır. Bu zaman belə bir sual yaranır ki, bəs yaxşı, mən ölüm döşəyində olan bir adama Quran oxusam, orada namaz qıl, oruç tut, ayələri keçirsə, güya ölüm döşəyində olan adam qalxıb namaz qılacaqdır. Təbii ki də belə deyil. Sadəcə olaraq bunun əsas məğzi, əsas hikməti ondan ibarətdir ki, tutaq ki, bir yaxınımız nədir? Baxırsan ki, ölüm döşəyindədir. Onun yanında biz Qurani-Kərimi oxuduğumuz zaman oraya bir ilahi rəhmət, ilahi bərəkət nazil olur. Və bu ilahi bərəkətin, ilahi lütfün, belə deyək ki, ətrafında olduğu insanda ruhunu daha asan bir şəkildə təslim eləyir. Yəni, Allah Taalaya o əmanət olaraq verilmiş ruhunu asan bir şəkildə təslim etmiş olur. Bu qəbir üzərində də belədir. Məsələn, biz qəbir üzərində Qurani-Kərim oxuduqda o Allahın kitabıdır və oraya bir ilahi bərəkət yağır və bu zamanda məzarda olan insan əgər əzab görürsə, həmin ilahi bərəkət vəsiləsi ilə onun əzabı yüngülləşdirilir. Yox, əgər o məzardakı insan salih kimsədirsə, mükafatları vardırsa, təbii ki, onun da mükafatlarının artmasına vəsilə olur burada oxuduğumuz Qurani-Kərim. Bir digər hədis-i şərif də vardır, əziz qardaşlar. Baxdığımız zaman Həzrət-i Ləclazdan gələn bir hədis vardır burada. O deyir ki, Səmi'tu Rasulullahi yəqulu zəlikə. Mən Rasulullahın belə dediyini eşitdim. Deyir, ölünüzü məzara dəfn etdiyiniz zaman, onu ki, siz məzara indirirsiniz, məzara indirdiyinizdə Bismillah və alə milləti Rasulullah sözünü söyləyin. Yəni, Bismillah və alə milləti Rasulullahın tərcüməsi budur ki, Allahın adı ilə Rəsulullahın dini üzərə. Bunu hər birimiz bilməliyik. Çünki hər birimizin təbii ki, bir gün bir yaxını dünyasını dəyişəcəkdir. Ona görə də bizim də yaxınlarımızı dəfn edərkən o Peyğəmbərimizin vəsiyyətinə uyğun olaraq orada Allahın adı Peyğəmbərin dini ilə sözlərinin eşliyində onu məzara indirməyimiz lazımdır. Və hədisin davamı isə belədir, əziz qardaşlar. Hədisdə deyir ki, dəfn etdikdən sonra onun məzarı başında Bəqərə surəsinin ilk ayələrini və son ayələrini oxuyun. Necə ki, əliflə mimlə başlayan ilk ayələrini, Əmənə Rasul ilə bitən son ayələrini oxumaq şəklində hədisə bir ifadə keçir. Baxdığımız zaman burada İmam Heysəmi rəhmətullahi aleyh, daha sonra ən böyük hədis alimlərindən biri olan Yahya ibn Ma'in rəhmətullahi aleyh və Şafi məzhəbində İmam Şafidən sonra ən böyük alim qəbul olunan İmam Nəvəvi rəhmətullahi aleyh bu hədisin güvənilən bir hədis olduğunu qeyd etmişdilər. Yəni, bu cür böyük alimlər bunu qeyd edirsə, bizim burada deyəcək təbii ki, başqa bir sözümüz bizə düşməzdi. Və bu cür hədisin biri də Əbu Xalid həzrətləri tərəfindən rəvayət edilmişdi. Yəni, bir hədisin fərqli səhabələr tərəfindən rəvayət edilməsi onu göstərir ki, bu hədisin doğruluğuna işarə edir. Məsələn, biri var ki, bir sözü təkcə mən deyim, amma bir də var ki, mən də deyim, başqası desin, bir başqası desin. Yəni, bu onun doğruluğu olmaq ehtimalını da artırmış olmaqdadır, əziz qardaşlar. Və eyni zamanda bu hədis də həsən hədis səviyyəsində olan bir hədisdir. Yəni, həsən hədislər də səhih hədisə ən yaxın olan hədislərdən sayılmaqdadır. Məsələn, İmam Şabani rəhmətullahi aleyh vardır. O, tabiin dövrü alimlərindəndir. İmam Şabanini tanıyanlar qeyd edirlər ki, öz dövrünün ən böyük alimlərindən biri idi. Biz tabiin dövrü dedikdə onu başa düşürük ki, bir sahabə dövrü var, Peyğəmbəri görmüş insanlardır. Bir də sahabədən sonra gələn nəsil var, o tabiin dövrü adı. Məsələn ki, bir bizim dövrümüz var, bir də bizdən sonra övladlarımızın gələn nəsil var ki, tabiin dövrü o dövrdür. Və qeyd edirlər ki, İmam Şabani rəhmətullahi aleyh, Abdullah ibn Abbas radiyallahu anh necə ki öz dövrünün böyük alimi idisə, o da öz dövründə o cür böyük alim olmuşdu və 500-ə yaxın səhabə görmüş insandı təxminən.
O qeyd eləyir ki, mən sahabələrə baxırdım, onlar tez-tez Mədinədə olan qəbirstanlıqları ziyarət edirlər və burada ölülərinə sıx-sıx Qurani-Kərim oxuyarlar. Yəni, bu böyük alimin təsbitidir, əziz qardaşlar. Yəni, bu şəkildə hədislərə baxdığımız zaman sayları çoxdur. Məsələn, bir digər nüansı diqqətinizə çatdıraq. Deməli, Abdullah ibn Abbas radiyallahu anhdan gələn belə bir hədis vardır. O deyir ki, bir dəfəsində yolla gedərkən Peyğəmbər sallallahu aleyhi və səlləm bir məzarın başı ucuna gəldi və dedi ki, bu məzarda olanlar qəbir əzabı görməkdədirlər. Bu zaman ağacdan 2 dənə xurma budağı qırdı və o xurma budaqlarını məzarın üzərinə bastırdı. Dedi ki, bu budaqlar yaşıl qaldığı müddətcə onların etdiyi zikirlər vasitəsilə qəbirdə əzab görənin əzabı yüngülləşəcəkdir. Yəni, burada bizim diqqətimizi nə çəkir? Diqqətimizi o çəkir ki, o xurma budağının, şuursuz xurma budağının etdiyi zikir vəsiləsi oradakı insanın əzabının yüngülləşməsində işarə elədi Peyğəmbərimiz. Və biz xurma budağına baxdığımız zaman xurma budağı bir saata bənzəyir. Saat nədir? Yəni, saat zamanı göstərir, amma zamanın nə olduğunu bilməz. O xurma budağı da Haşr surəsində keçdiyi üzrə Səbbəhə lillahi mə fis səmavati vəl ard. Yəni, yerdə və göydə nə varsa, hamısı Allah təsbih edir. O budaq da Allah təsbih edir. O təsbih vəsiləsi qəbirdəki olana rəhmət yağır. Yəni, burada bizim qarşımıza hansı sual çıxır? Bir var, şuursuz olan o budağın təsbihatı ilə qəbirdəkinə rəhmət olunsun. Bir də var, yeryüzünün xəlifəsi olaraq yaradılan biz insanların Allah Taala'nın ən müqəddəs qərar verdiyi kitabını təsbih etdiyimiz zaman oraya bir rəhmət yağsın. Yəni, necə ola bilər ki, şuursuz bir, belə deyək ki, budağın təsbihi ilə rəhmət yağa bilir, şuurlu olan, yeryüzünün xəlifəsi olan biz insanların təsbihi ilə ora rəhmət yağmaz. Təbii ki, bu məntiqə uyğun gəlməzdir, əziz qardaşlar. Yəni, bu da onu göstərir ki, Övliya Quran oxumağın məntiqi bir tərəfi də buradan çıxmaqdadır. Və bir digər məsələ, məsələn, cənazə namazları qılırıq. Qıldığımız o cənazə namazlarında orada Fatihə surəsinin oxunması müstəhəbdir. Yəni, birinci rükətdə Subhanəkədən sonra Fatihə surəsini əgər orada oxuyarsaq, bu müstəhəb əməldir, sünnət əməldir. Peyğəmbərimiz oxumuşdu onu. Və o zaman qarşımıza bir sual çıxır. Biz o cənazə namazını Allah rızası üçün ölünün bağışlanması naminə qılırıq. Yəni, dolayısıyla oradan ölüyə gedən bir savab vəsiləsi vardır. Yəni, Fatihənin ölü ilə bir əlaqələndirilməsi vardır. Yaxşı. Biz namazlı ölü üçün Fatihə surəsini oxuyuruqsa, o zaman Fatihə də Qurandan bir hissədirsə, bu surəni oxumağımız belə ölünün bağışlanması üçün Quran oxumağımıza bir dəlil olduğunu göstərməkdədir. Yəni, bu şəkildə hədislər, digər məsələlər vardır. Bir digər məsələ də məzhəb imamlarının görüşləridir. Məsələn, Hənəfi məzhəbindən baxaq. Hənəfi məzhəbində, Şafi məzhəbində və Həmbəli məzhəbində ölüyə Quran oxunması qəbul olunmuşdur. Amma Maliki məzhəbində isə bunu etiraz etmişdir. Məsələn, Hənəfi məzhəbinə baxdığımız zaman istər namaz olsun, istər oruc olsun, istər zəkat olsun, istər Quran oxumaq olsun. Yəni, salih əməlləri bir adam işləyərək ondan hasil olan savabı başqasına göndərə bilər. Onun göndərdiyi adamın diri olması və ya ölü olmasının bir fərqi yoxdur. Yəni, bu şəkildə bir Hənəfi məzhəbində əməl vardır və bu əməlin də öz dəlilləri var. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, hər il qurban kəsərdi və kəsdiyi qurbanın savabının bir mislini də müsəlmanlara hədiyyə edər. Yəni, biz bugün əslində bir baxıma o qurbanın kəsilməsində bizə də bugün savab gəlib çatmışdır. Yəni, Peyğəmbərimiz bütün müsəlmanlara onun savabını hədiyyə edərdi. Yəni, bu ən səhih hədislərlə gələn bir məsələdir. Digər bir məsələ, Buxarədə keçən bir hədis şərif var. Deyir, bir günlərim bir nəfər gəlir Peyğəmbərimizin yanına ki, bəs, ya Rasulallah, mənim anam dünyasını dəyişib, mən istəyirəm anamın adına sədəqə verim. Görəsən, mənim verdiyim sədəqədən hasil olan savabdan anamın ruhuna bir şeylər ikram olunacaq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qayıdır ki, bəli, sən sədəqə verməyin tövsiyə olunur. Və yaxud da başqa bir adam olur, gəlir, deyir ki, Müslimdə keçən bir hədisdir. Deyir, ya Rasulallah, mənim bacım dünyasını dəyişibdir. Bacımın qəza oruçları qalmışdı. Mən bu oruçları onun yerinə tuta bilərəmmi? Peyğəmbər sallallahu əleyhi və səlləm qayıdır ki, əgər sənin bacının
kimlərəsə borcu olsaydı, sən o borcu ödəyəcəkdinmi? O da qayıdır ki, bəli ya Rasulullah, mən o borcu ödəyəcəkdim. Deyir, oruçda sənin bacının Allaha olan borcudur ki, o borcu ödəməmiş dünyadan keçdi. Ona görə sən o oruçları tut, o oruçdan hasıl olan savabı da rəhmətlik bacının ruhuna hədiyyə elə deyir. Bu da bir vəsilə. Digər bir dəlil isə, bir nəfər gəlir Rasulullahın yanına, deyir, ya Rasulullah, bəs mənim atam çox qocalıbdır. Hətta minik heyvanının belinə minməyə belə taqəti qalmayıbdır. Yəni, belə demək ki, ölüm döşəyindədir, deyir. O, deyir, həcc ziyarətini yerinə yetirmədi. Yəni, hal-hazırda malı o qədər çoxdur ki, ölüm ayağında onun mal dövlətini Allah çoxaldıbdır. Amma onun gücü yetmir həcc ziyarətini yerinə yetirməyə. Mən onun yerinə həcc ziyarətinə gedə bilərəmmi, deyir. Peyğəmbər s.ə.v qayıdır ki, bəli, onun yerinə həccə gedə bilərsən. Yəni, bu nəyə göstərir? Bu onu göstərir ki, bir əməli işləyib, ondan hasıl olan savabı başqasının ruhuna, başqasının belə deyək ki, əməl dəftərinə yazmaq məsələsində burada o məsələ var. Yox, bəzi məsələlər də var ki, ona icazə yoxdur. Məsələn, nədir? Mənim tutaq ki, bir qohumum var, tutaq ki, ömür boyu namaz qılmayıb bir adam. Mən onun yerinə 1000 gün namaz qılsam da, onun üzərindən təbii ki, namaz borcu düşməyəcəkdir. Axirətə getdiyi zaman nə edəcəklər? Soruşacaqlar, sən niyə bu namazlarını qılmamısan? O soruşulacaq. Amma savabını ona göndərmək deyə bir səlahiyyətimiz burada vardır. Məsələn, Şafi məzhəbinə baxaq. Şafi məzhəbində biz baxırıq ki, İmam Nəvəvi rəhmətullahi aleyh vardır. Ən böyük alimlərdən biridir. O Riyaz-ı Salihin əsərində qeyd edir ki, ölünün arxasınca xətm oxumağın çox böyük fəziləti vardır, müstəhəb bir əməldir. Məsələn, İmam Şafinin özünü götürək. İmam Şafinin özü də ölüyə Quran oxunmasını qəbul etmişdi. Bunu İmam Nəvəvi əsərlərində rəvayət edir. Daha sonra İmam Qəzzali olsun, İmam Qəzzalinin özü belə qəbul etmişdi. Və daha sonra İmam Qəzzalidən başqa burada alimlərimiz də vardır ki, məsələn, İmam Suyuti vardır, İbn Həcər vardır. Bu, böyük Şafi alimlərin tamamı demək olar ki, bunu qəbul etmişdi. Yəni, Şafi məzhəbinin də bu görüş qəbul olunan bir görüşdür. Bir digər məzhəb Həmbəli məzhəbidir, əziz qardaşlar. Həmbəli məzhəbində belə bir məsələ vardır ki, Həmbəli məzhəbində İmam Əhməd ibn Həmbəl rəhmətullahi aleyh ilk öncələri ölüyə Quran oxunmazdı deyirdi. Amma sonradan isə o fikrini dəyişdirmişdi. Belə ki, o hadisə də rəvayət olunur. Rəvayət hardan qaynaqlanır? Deməli, rəvayətdə deyir ki, Muhammed ibn Qudamə rəhmətullahi aleyhlə Əhməd ibn Həmbəl rəhmətullahi aleyh bir gün bir cənazəyə qatılırlar və o cənazəyə qatıldıqlarında deyir, bir nəfər məzarın başı ucunda Quran oxuyurdu. Əhməd ibn Həmbəl rəhmətullahi aleyh qayıtdı ki, sən Quranı orada niyə oxuyursan? Axı Peyğəmbər s.ə.v məzar başında Quran oxumayıbdı, sən bidət bir iş görürsən, deyir. Bu zaman böyründə olan yoldaşı Məhəmməd ibn Qudamə qayıdır ki, ey Əhməd ibn Həmbəl, sən Mübəşşir ibn İsmaili tanıyırsanmı? Onu necə biri olaraq bilirsən? Qayıdır ki, Mübəşşir ibn İsmail çox fəzilətli, güvənilən, zəbt baxımından, yəni bir qüsuru olmayan hədis ravisi olaraq onu tanıyıram. O zaman Muhammed ibn Qudamə qayıdır ki, mən ondan bu hədisi eşitmişəm ki, bəs Peyğəmbər sallallahu aleyhi ve sellem az öncə dediyimiz Ləclas hədisini orada deyir ki, orada məzarın başı üstündə Bəqara surəsinin ilk ayəsi ilə son ayəsinin oxunmasını təşviq etmişdi. Bu zaman Əhməd ibn Həmbəl rəhmətullahi aleyh görüşündən dönür və məzar başında Quran oxunmağını orada qəbul edir, əziz qardaşlar. Yəni, bu haqda bir çox kitabda keçirir. Məsələn, burada onun İbn Qudamənin əsərlərində qeyd olunur ki, Əhməd ibn Həmbəl rəhmətullahi aleyh qeyd edir ki, məzarlığa daxil olduğunuz zaman bir Ayətül Kürsünü oxuyun, 3 dənə də İxlas surəsini oxuyaraq ondan hasıl olan savabı göndərin orada olan qəbir əhlinin ruhuna. Daha sonra Qurtubinin əsərlərində qeyd olunur ki, Əhməd ibn Həmbəl rəhmətullahi aleyh qeyd edir ki, məzarlığa daxil olduğunuz zaman Fatihə surəsini oxuyun, Mühafizətəyn oxuyun, Fələq Nəs surələrini, İxlas surələrini oxuyaraq ondan hasıl olan savabı ölülərin ruhuna hədiyyə edin. Bu, yəni ən güvənilən kitablarda keçən məlumatdır. Məsələn, İbn-i Qayyim rahiməhullahın əsərlərində keçir ki, Ruh adında bir əsəri vardır. Orada qeyd olunur ki, Hasan ibn Sabbah Şəbəraninin, daha doğrusu onun Zəfəraninin belə bir nəqli vardı İmam Şafidən. Deyir, İmam Şafidən soruşdum ki, ölüyə Quran oxunarmı? O da qayıtdı ki, bəli, ölüyə Quran oxunar. Yəni, bu da son dövr alimlərindən olan o şəxsin əsərində qeyd olunan bir məlumatlardan, əziz qardaşlar. Və digər bir məsələ, burada biz Maliki məzhəbindən baxırıq.
Maliki məzhəbində isə İmam Malik ölüyə Quran oxunmasını qadağan eləyir. Yəni İmam Malikin görüşü budur ki, ölüyə Quran oxunmaz. Ona görə də günümüzdə məsələn qarşımıza bir nəfər adam çıxsa ki, mən ölüyə Quran oxunmasını qəbul etmirəm, bizim ona görüşümüz necə olmalıdır? Bizim görüşümüz olmalıdır ki, ona mənfi münasibət göstərməməliyik. Niyə göstərməməliyik? Çünki o boş yerə əsaslanmır, yəni onun da əsaslandığı bir yer vardır. Dolayısıyla müsəlmanlar arasında bu cür məsələlər nə olmalıdır? İxtilaf zəminində yox, daha çox söhbətləşmə zəminində bu məsələnin aparılması daha gözəl olardı. Çünki İmam Malik kimi böyük bir alimin də bu məsələdə bir görüşü olmuş. Amma İmam Malikdən sonra gələn İmam Qurtubi olsun, digər Maliki məzhəbi alimləri, onlar da ölüyə Quran oxunmasını qəbul etmişdilər, əziz qardaşlar. Yəni, bu kimi məsələlər burada qarşımıza çıxmaqdadır və digər bir məsələ, məsələn, bugün bizə deyirlər ki, ölüyə Quran oxuyan deyir ki, qardaş, filan kəs ancaq içki içibdir, namaz qılmayıbdır, zəkat verməyibdir, sənin oxuduğun Qurandan ona nə savab gedəcəkdir? Belə sual verənlər olur. Əslində, burada da bir məntiqi cavabı vardır. O cavab nədən ibarətdir? Mən tutaq ki, bugün bir Quran oxumaqla, təbii ki, o adam gedib cənnətə düşməyəcəkdir. Amma tutaq ki, o adamı 10 dəfə cəhənnəmə salıb çıxarırlarsa, bəlkə də mənim oxuduğum Qurandan 9 dəfə salıb çıxartdılar, məsələ üçün, bu şəkildə ola bilər. Yəni, onun ən azından bəlkə əzabının yüngülləşməsinə vəsilə ola bilərəm. Yəni, nə qədər çox əzab görürsə, bəlkə mən əzabını yüngülləşdirəm. Çünki cəhənnəmdə, cəhənnəmliklər haqqında Quran ayələrini oxuduğumuz zaman, onlar cəhənnəm mələklərinə deyirlər ki, Allaha dua edin ki, Allah Teala bir günlük bizim əzabımızı yüngülləşdirsin. Görün, bunlar nə qədər ümidlərini kəsiblər ki, Allaha dua edirlər, Quran ayəsidir ki, bircə günlük deyil bizim əzabımızı yüngülləşdirsin. Bəlkə də biz oxuduğumuz Quran onun bir günlük deyil, bir saatlıq belə əzabının yüngülləşməsinə vəsil ola bilər. Bunu bilə bilmərik. Və bir digər sual da qarşımıza çıxır ki, biz bugün tutaq ki, 5-6 nəfər ölünün ruhuna Quran oxumaq istəyiriksə, bunların hər birini ayrı-ayrı oxumalıyıq, yoxsa bir oxuduğumuz Quran onların hamısına bəs eləyərmi? Belə bir sual da çıxır. Bəli, bunu da alimlərimiz deyirlər ki, sadəcə bir Quran oxuyaraq onların hamısına o savaba göndərmək olar. Çünki bu birisi nəyə bənzəyir? Elə bir ki, bir televizor proqramı olur. O proqramı bir televiziyadan verirlər, fərqli-fərqli televiziyalarda eyni şəkildə göstərilir. Yəni, çox adamın onu izləməsi onun keyfiyyətini azaltmaz. Quran da bu şəkildədir. Quran da Allahın kəlamıdır. Ondan hasil olan savabı çox adama göndərmək də nədir? Onun gedəcəyi yeri də azaltmaz, əziz qardaşlar. Yəni, dolayısıyla baxdığımız zaman burada ölüyə Quran oxunmaz deyənlərin sayının az olduğunu gördük. Böyük məzhəb imamlarının tamamına yaxınının ölüyə Quran oxunacağına dair görüşlərinin olduğuna şahidlik etdik və Peyğəmbər sallallahu aleyhi və səlləmin də bu şəkildə hədis şəriflərinin də olduğuna biz burada rastladıq.